Bugünlerde İran filmləri ilə bağlı bir video çəkdim. Düşündüm ki, bugün 2 avqust tarixidir. Tarixdə Azərbaycan kino günüdür. Fikirləşdim ki, Azərbaycan kinosu ilə bağlı danışaq. Ümumiyyətlə bir jurnalist olaraq müxtəlif illərdə televiziyalarda əməkdaşlıq elədiyim zamanlarda bir çox filmlərin qala gecəsində təqdimatında birbaşa iştirak eləmişəm. Media orqanı olaraq, yəni filmin izləməsində iştirak eləmişəm. Amma məsələ burasındadır ki, son zamanlarda çıxan filmlər və seriallarla bağlı sizcə Azərbaycan kinosunun hazırdakı durumu nə yerdədir? Yəni o məşhur filmdə deyilir, retro filmlər, retro musiqilər hər zaman örnəkdir. Deyir, nə çatışmır, deyir, bir emosiya azdır, emosiya. Siz nə düşünürsünüz? Azərbaycan filmlərində çatışmayan nədir? Aktyor heyətinin passivliyimi, zəifliyimi, yoxsa senaristlərin mi uyğun, maraqlı, yəni insanların maraq doğuracaq, diqqətini çəkəcək biləcək ssenarilərin olmaması mı? Yoxsa senaristlərin işlərini bərbad günə qoyan qeyri-peşəkar rejissor mu? Yəni sizcə Azərbaycan film sektorunda nə çatışmır ki, bugün biz dünya arenasına çıxarda bilmirik? Yaxud da ki, bugün istər animasiya, istər film, serial sektorunda Azərbaycandan örnək deyə biləcəyimiz hansı işlər var? Deyəsiniz ki, məsələn, bu iş var, amma lazımı qiymətləndirilməyib, bu film, bu serial lazımı dəyəri görməyib. Mən belə deyim də, son 5 ilin hardasa 3 ilini Türkiyədə, 2 ilini Azərbaycanda yaşayan biri kimi deyirəm. Mənim YouTube üzərindən izlədiyim, səhv eləmirəmsə, Almaz serialı, bilmirəm, A ilə başlayan bir şeydi, Mr. Aydı yoxsa bilmirəm nə. O serialı, adını unutmuşam, çox üzr istəyirəm əməyi keçənlərdən, çox yəni maraqlı çəkilmişdi, onu çox bəyənmişdim. Bir də Soyuq Günəş filmi ağlımdadır. Senari olaraq müharibə dönəmindən bəhs eləyən və maraqlıdır. Və mənə görə Azərbaycan filmlərinin 93-cü illərdən bu yana çox da əhəmiyyətli hansısa bir filmlər çəkilməyibdi. Siz nə düşünürsünüz? Yəni çatışmayan nəyimiz var Azərbaycan film sektorunda və eyni zamanda bugün lazımi qiyməti görməyən hansı əl işlərimiz var?